Birinci sualda bildirilir ki, misalı həll edin. Demək uşaqlar, mötərizənin içi birinci həll olunarsa əgər, birin mənası məxrəcin 2 dəfə yazılmağı deməkdir, yəni 2-də 2. Bunun səbəbi isə, birin mənasının 2 dəfə yazılmanın səbəbi isə 2 ədədi məxrəcin 2 bölünsün 2-nin elə 1 olmağı mənasını daşıdığına görə 2 bölünsün 2 yazılır birin yerinə. Çünki 2 bölünsün 2 ilə 1 eləmiş olur. Cavab etdi 2-də 1. Sonra isə bölməni yerinə yetiririk. 2-ni 2-də 1-ə böləndə kəsirin bölünmə qaydasına görə birinci olduğu kimi qalır. İkinci tərsinə çevrilir. Cavab etdi 4. Demək, bu ifadənin bütöv cavabı 4-dür. Mötərizənin içində birinci həll elədik, sonra 2-yə böldük. 3 çıxılsın 4 isə -1-dir. A4 rəqəminin ədədi 15-i tam bölünür. 15 3 vurulsun 5 olduğuna görə sonu 5-ə bölünməyə görə sonu 0 və 5-dən qurtarılmalıdır. Eyni zamanda rəqəmlərin cəmi etməlidir, 3-ə bölünməlidir. Demək, ilkin versiyada B-ni 0 qəbul etsəm, o zaman 4A üzərinə gəlsin 4A 6 0. 4-ün üzərinə 6 gəldi, üzərinə 0 gəldi, nə etdi? 10 elədi. 10 üzərinə nə gəlim ki, 3-ə bölünsün? 10-un üzərinə 2 gələ bilərəm. 10 üzərinə 5 gələ bilərəm. 10 üzərinə 8 gələ bilərəm. Başqa gəlmək mümkündürmü? Xeyr, çünki 2, 5, 8-dən kənar 10, 11, 12, 13 rəqəm deyil, ədəddir. Demək, birinci hal üçün bizim 3 dənə say mümkün oldu. İkinci halda B 5 edərsə, yəni o zaman 4 üzərinə gəlsin 6, üzərinə gəlsin 5, üzərinə gəlsin A. Edir 15 üzərinə gəlsin A. 15-in üzərinə gələk. 3-ə bölünsün. 2 gələksə 3-ə 3 gələk. Sonra 15-in üzərinə 6 gələk 21 eləsin. 8 gəlsək 9 gələk 24 eləsin. Başqa mümkündürmü? Xeyr, çünki artıq rəqəmlərdən çıxmış olur. Burada da artıq biz 0 da mümkündür. Yaxşı ki, bunu dedik. Çünki fikrimizdən keçsə cavab səhv çıxardı. 0 da bir rəqəm. 15-in özü 3-ə bölünür. Demək, burada 4 mümkün hal oldu. Digərinə 0 yazmaq mümkün deyil, çünki 13-ə bölünmür. 3 mümkün hal oldu. Cəmi elədik C 7-dir. 2 ardıcıl natural ədədin əbubu yadınızda qalsın, həmişə 1 edir. Çünki ardıcıl bütün ədədlər qarşılıqlı sayda olur. 20, 21, 40, 41, 75, 76 hər biri qarşılıqlı sayda hesab olunur. Bildiyimiz kimi qarşılıqlı sayda ədədlərin əbubu 1-dir. Əkobu isə özlərinin hasilinə bərabərdir. Bunların cəminə bu fikir veribsə, demək A, V üzərinə gəlsin 1, 211. A, B 210-dur. Biz burada fikirləşməliyik ki, hansı iki ədədi ardıcıl şəklində bir-birinə vuranda 210 alır. Ən yaxşı halda varianta baxsam 29-dan 30 eləyə bilərmi? Yox. Sonu 5 ilə qurtarmalıdır və 5-ə 6-ya bölünsün. 200, 700, məsələn, ədədlərin cəmini istəyir, cəmi bu eləsin, onda başlayaq, 210, 21 vurulsun 10 kimi baxmaq, biraz çaşdırıcılar, ayırıram tədavvurluqlara, 105, 3-ə bölünür, 35, 5, 7, 7. İndi bunu elə ki, ədədin ardıcılı kimi göstərmək tələb olunursa, 3 vurulsun 5, 15, 2 vurulsun 7, 14. 14 və 15 imiş, bunların cəmini istəyir 29. Bildirilir ki, kvadratın daxilində yenə bir kvadrat çəkilibdir.
Və bunların perimetrləri kiçiyin perimetr, böyüyün perimetrinin yarısıdır. P1, P2 ilə göstərsək, hər birində perimetr tərəflərinin cəmidirsə, oxşarlıq aldıq ki, tərəflərin nisbəti ilə perimetrlərin nisbətinə bərabərdir. Bu da edir 1 o birisinin yarısıdırsa, yəni 2-də 1. Sahə bunların kvadratı olmalıdır, çünki sahədə s bərabər kvadratıdır. 2-də 1-in kvadratı 4. Nisbətini istəyir. 1 bölünsün 4. Daha doğrusu 4 bölünsün 1, yəni 4 eləmiş. Kör bucaq şüa dərəcəsi 3 bölünsün 4-dürsə, 2 bucaq ayırırsa, ayırdıq. Bu olsun 3K, 4K. Alınan iki bucaqlardan birinin ölçüsü 60 dərəcə olarsa, indi biz seçməliyik ki, ən az neçə ola bilər? Hansı 60-dır? Birinci yoxsa ikinci? Hər ikisini yoxlayaq. İlk olaraq 3K-ya 60 desəm, K eləyəcək 20. O zaman 4K eləyəcək 4 vurulsun 20, 80. 60 ilə 80. 140. 4K 60 verirəm. K 15. 3K eləyir 45. 60 ilə 45. 105. B variantı. Amma baxan kimi bilməlidir biz ikincidir. Niyə? Çünki ən böyük, ən az cavab almaq üçün demək, böyük hesab elədiyimiz 60 olmalıdır ki, digərinə daha, yəni az cavabı qalmış olsun. 7-cidə A və B sıfırdan fərqli rəqəmlərdir. 2 rəqəmli ədəddir. Biz bu xəttdən də bilirik ki, təklik 10-luq mərtəbə vahidindən getmək daha doğru olacaq. Təklik 10-luq kimi baxanda 10-a. A'lar 1, B'lər 1 desə, ixtisar aparsaq, daha doğrusu 2-yə. B 2 kaymış, yəni 2-nin vurulmasıdır. A da 1 kaymış. Yəni 1 vurulsun 2, 2 vurulsun 1-ə bərabərdir. Hə, ən çoxunu istəyirsə, K ən çox halda 5, 4 ola bilər. Səbəb, çünki K ən çox halda 5 olarsa 10 ilə 10 artıq rəqəm deyil, ədəddir, mümkün deyil. K-nın ən çox haldalığı 4-dür ki, 8-dən 4 eləsən, 8, 4, 12. Yenə deyirəm, K-ya tutaq ki, 6, 7 qoysam, gəlib ədədə çevrilir artıq bu. Rəqəmdən çıxır B-nin cavabı. A vurulsun B-nin hər bir natural ədəddir. İfadəsinin ən kiçik qiymətini istəyir. Ən kiçik qiymət olmaq üçün bunlar ortaya daha uyğun gəlməlidir. Ortada yerləşməlidir ki, daha cavab kiçik olsun. O da 8 vurulsun 9, 72 halı daha uyğun gəlir. Nəinki 36 vurulsun 2. C ilə D isə 30 verirsə, yenə bunun da ən kiçik halını tapmaq. Yox. Ücə toplamada C kiçik almaq üçün tutaq ki, vurulması kiçik almaq üçün də, hə. Aha. Tutaq ki, 29 vurulsun bir daha kiçik alınır. Nəinki 6 vurulsun 5, 30 eləyir. Yox, daha doğrusu 25 vurulsun 5 desəm, tutaq 25 vurulsun 5 desək 30 alınmaq üçün, 25 vurulsun 5 desək, vuranda daha böyük alınır. Demək, ən kiçik alınmaq üçün 1 vurulsun 29 yazsaq, daha kiçik alınacaq. Buraya üçün deyirəm. Məntiq yürüdürük ki, cəmi ilə fikirləşim ki, hasil ən kiçik alsın. O da hasil 1-ə vurmaq daha az olur. A ilə B-nin ən kiçik halı olmaq üçün ortaya daha yaxın olmalıdır. 8-dən 9 götürsək, 8-dən 9 gəlləsək burada 17-dir. 6, 46, B variantı. İki sadə ədədin fərqi 51 olarsa, cəmi neçə ola bilər? 51-in çıxanda 51 alınırsa,
Demək 51-ə daha yaxın ədədlər olmalıdır da bu. Həmişə ən kiçik sayda ədədə baxırsınız ki, biz daha çox köməyə gəlir. Nəinki tutaq 29-dan nəyə fikirləşim, bu insanı yorur. Ən kiçik sayda ədədimiz 2-dir. 1 nə sayda, nə mürəkkəbi hesab olunur? Ən kiçik 2-dir. Demək 53-dən 2 çıxanda 51 alınır. Aha, doğrudan da 53 sayda ədəddir. Bunların cəmini istəyərsə 53 üzərinə 2 gəldik, 55-dir. Həmişə ən kiçik üzərini düşünün. Parçadır deyir. MK qeyd olunubdur üzərində. MK da alırız. MB 2 dənə BK bərabər. BK x yazsaq. O zaman M-dən B-yə 2x. Əgər M-dən B-yə 2x, onda bura x düşmüş olur da. 2x-in x artıq buraya yazılmış olursa. Bunu buradan silim. 1x yazın. Niyə? Çünki bütöv 2x, x buraya yazılırsa, x-in 1 buraya qalmış olur. AK AM-in 3 dəfə artıqıdır. AM. AM-i mən bir ad etsəm, AK eləyir 3 dənə AM. AM-im 3 dənə artıqsa, ümumi uzunluq 3 dənə adısa, A-nın biri bura gedibdir, bura oldu artıq 2A. 3A-nın A-ya gedib. O zaman x ifadə edir 2 A-nı. X 2 adısa, o zaman x 2 adısa A 2A, bu da 2A ilədir. Demək onda AB, A üzərinə gəlsin 2A, üzərinə gəlsin 2A. 5A 40 eləyir. A 8-dir. A 8 AM istəyir, 8 istəyir. 11-də parçalanmış şəklində göstərsək 3,8-i 10-la 8-i ixtisar aparsaq 2-yə tam və kəsici ifadə etsək o zaman A 3 imiş, bir də 4 imiş, cəmi 7. Tərəfləri tam ədədlər olan düzbucaqlının perimetri 30-dur. Sahəsi ən çox nə ola bilər? 2 A üzərinə gəlsin B perimetr. Ay. 15. Yenə deyirəm, ortaya tən yaxın ədədlər daha böyük cavab verir. Kənarlar isə daha kiçik cavab verir. 1 ilə 14 daha kiçik alınır. Amma 15-in ortası nəyə yaxındır? 7 ilə 8 15 edir. Yox, 15 elədir. Hə. 7 və 8 56. Bir də vurğulayıram, ortaya yaxın olan cəmlə hasili ifadə edəndə cəmin ortaya ən yaxın olanların hasili böyük alınır. Ortaya ən uzaq olanların hasili ən kiçik alınır. 1-in üzərinə 14 gəndə bir dəfə 14 daha kiçikdir. B variantı. Bir kəsirin düzgün olmayan olmaq üçün sürət daha böyük olmalıdır, böyük və bərabər olmalıdır. Ədədlər bir yığıb, hərflər bir yığarıqsa gələn işarəsini dəyişir. Altı və altdan böyük ən kiçik 6-dır. Aha, A-nı hamısını eyni ifadə eləsək, A, B 2-dirsə bir-bir göstərsək, A oldu 2B. C bölünsün D-ni də 2 kimi göstərsək, D də oldu 2D. Yazsa A-nın yeri 2B. Üzərinə gəlsin B. C-nin yeri də 2D. Üzərinə gəlsin D. A 2B. C 2-dir. 2B-nin üzərinə B gəldim. 3B. Üzərinə gəlsin 3D. Burada hər ikisini 2 görəm, ortaq çıxaram B.
Üzərinə gəlsin deyə. Sürətlər birində 3 görürəm. 2-də 3 alında da 1,5. Burada ABC'lərin ən kiçik halını istəyir. Hər birini bir hərflə ifadə eləsə daha rahat alına bilər. A çıxılsın 1 bərabərdir D plus 4-ə. O zaman D eləyəcək A çıxılsın 1 çıxılsın 4. A çıxılsın 1 bərabər B üzərinə gəlsin 2-yə. O zaman B bərabərdir A çıxılsın 1 çıxılsın 2 gələn işarəsini dəyişir, yerini dəyişir deyə. A çıxılsın 1 C çıxılsın 3 isə C ədədlərin ən kiçik hansıdır? Hə. Elə bil D oldu. A-dan 5 çıxılmış halı. B oldu. A-dan 3 çıxılmış halı. C oldu. A-nın üzərinə 2 gəlinmiş halı. Demək, ən kiçik D-ymiş ki, 5 çıxanda daha azalmış olur. A da daha böyüyümüş ki, hər birindən çıxmaq mümkün olurdu. Əgər mütəzən qalanı mənfi varsa, bütün işarə ikisini dəyişir. Mənfi 2-ni vurduq 3-ə, mənfi 6. Mənfi 2-ni vurduq 2-yə, mənfi 4x. Mənfi 4x, mənfi 5x. Minus 9. Ədədlər bir hərflər bir yığandır. Dedik, gələn işarəsini dəyişir. Mənfi 12-ni bölü müsbət 6-ya. A şəhərindən B şəhərinə getmək üçün eyni anda A-dan 2 avtomobil yola gedir. Eyni anda da deməkdir, zamanlar bərabərdir. İlkin başlanğıcda. 2 avtomobil yola düşür. Birinci avtomobilin deyir sürəti 60-dır. İkincinin sürəti 80-dir. İkinci avtomobil birincisindən 2 saat tez çatır. Bu nə mənaya gəlir? Bu mənə gəlir ki, birincinin zamanından ikincinin zamanı çıxanda 2 alınır. İkinci avtomobil 2 saat tez gedirsə, onda birincinin zamanı nə bərabər yol bölünsün sürətə. Hər birinin yolunu x qəbul etsək, çünki bilmirək nə qədər yoldur. Yol bölünsün 80. Yol bölünsün 60. Bərabər 2-yə. 2 saat tez olanda birisi əksinə elə bil T2 çıxsın T1 olacaq. T1 çıxsın T2 yox. Niyə? Çünki sən məndən 2 saat tez gedirsənsə, demək sənin zaman daha azdır. Bildiniz, yəni baxmayaraq ki, zamanın tərsinə baxılır da. Sənin zamanın daha az hesab olunmuş olur. Çünki mən səndən 2 saat tez satmışamsa, yəni ikinci də 2 saat tez satıbsa, demək ikincinin zamanı daha azdır. Bunun əköbü nə edir? 60-ın. Hər ikisini 20-yə vurma var deyin. 3 vurulsun, 20-yə vurulsun 4. 4x çıxılsın 3x bərabərdir. 20-yə x bərabər 2 vurulsun. 60 vurulsun 4-ə, o da 480. On 8-ci sualda ədəd birinci gələndə vururduq, ədəd ikinci gələndə bölürdük demişik. O zaman 80 bölürük 0,8-ə. Aha. Vururuq 100%-ə. O da eləyir elə 8. İlk 1 bölünsün 0,1 vurulsun 100-ə. Yuxarı qalxır 1000-dir. Sayda bilənlərini istəyirsən 1000-i yaza bilərəm nə? 1000-i yaza bilərəm. 100 vurulsun 10 yazsam la. 1000 100 vurulsun 10'dur. 125 vurulsun 4'dür.
15 vurulsun 2'dir. 25 5'in üstü 2'dir. 1 burada varsa 5 üstü 3 vurulsun. 2'nin üstü 3. Sayda bilənlərin istəyirsə, sayda bilənlərin sayını istəyirsə 5 və 2. 2 ədəd. Sayda ruhlarını istəyirsə bu 5-dən 2'nin sayına baxar. Yəni 6 dənə. 50 pulun əvvəlcə 7 üstünü istifadə etdi. Sonra qalan. Həmişə demişəm bu qalana fikir verin. İstər dimdə, istər olimpiyada. 7-nin 3'ü getən hissəsi qaldı. 7-də 4. Bunu 8-də 5'ini xərcləyirsə, ixtisar getdi 14'də 5 xərclədi. Nə qədər qaldı yerdə? 50 bütün pulun, demək öncə 7 üçünü xərclədi. Hansı hissəsi xərclənmiş oldu. Sonra 7 üçünü xərcləyəndən sonra 14'də 5'ini xərclədi. Elədi 14, 6 üzərinə gəlsin 1. 14'də 11'i xərclənmişdi. Sayda ruhların ayrılışında ədədlərin natural bölənlərindən biri hansı ola bilməz? Natural bölənlərindən biri ədədlərin hansı? Natural bölən hansı ola bilməz? Elə bil bu 4 vurulsun 9'dur. 9 varmı? 3'də 2 var, 4'də var. 9 vurulsun 5, yəni burada 9 da var, 5 vurulması da var. 6 vurulsun 9. 6 vurulsun 9'dursa 9 3'də 2'dir. 6 3 vurulsun 2'dir. 3'dən 3 dənə lazımdır. Burada 2'si var. 84'ü ayırsaq 84'ü 7 vurulsuna yazmaq olar. 12. 12'də 4 vurulsun 3 burada iştirak edir. Bəli var. Cavab C variantı bağışlayın. Bu mümkün deyil. A mənfi olduğunu bildirilir. Kiçik sıfırdırsa, gəlin tapaq. B üzərinə gəlsin 3C eləyir 7C. Toplamada çıxmır 7'dən 3 B oldu 4C'yə. Tutaq ki B mənfi 1 imiş. B bərabər 4C. B mənfi 1 olmasın da 4'ə bölünən bir ədəd olsun. B mənfi 8 olsun. Onda C də mənfi 2 imiş. Mənfi 2 4'ə bölünən mənfi 8 alınır. Mənfilərin böyük kiçikdir deyə C daha böyükdür. Ən böyük 0 0. Sonra 0'dan daha doğrusu üzr istəyirəm. B ən böyük B. Sonra ondan böyük C. Sonra B. Yəni B daha azdır. Çünki mənfilərin böyük kiçikdir. 0'ın önündə gəldiyi. 0'ın önündə gəldiyi. Sonra C. Sonra B. Burada nə görmüş oluq? Görürük ki, A ilə C-nin ortasını rəhləyiblər. Amma B-yə aid olmayan hissəsini. O zaman nə eləmiş oluruq? Demək, A ilə C-nin A variantını yoxlasaq, A ilə C-nin birləşməsindən B-yi çıxırıq. Elə odur mu? Yox, o deyil. Çünki A ilə C-nin birləşməsindən B-yi çıxanda buralara götürülməlidir. Yəni A-dan çıxırıq B ilə C-nin ortasını. Yox, çünki A da iştirak edir. A ilə C-nin ortasından B çıxmış olub. Bax, bu doğrudur. A ilə C-nin ortası var həqiqətən də beləsinə. Lakin onun B aydınlananları olan hissəsini götürməmişik. Aşağıda perimetri 18 olan bərabər tərəfli üçbucaq verilibsə, tərəfləri bərabərsə 3 dənə tərəf olduğu üçün 18'i bölü 3'ə 6 düşür. Demək, bunu da 6, 6, 6. Bunların hər bir kvadrat verilibdir. Kvadratın ümumi sayısını tapın. 3'ünün sayısını. Bu 36'dır. 6 vurulsun 6, 36. 36. 3'dən 36. 108. Qiyməti 8'də 5 olan kəsirin sürəti 8'dir. 8. Məxrəcinə 5 əlavə etsək. Kəsirin qiyməti 3'də 2 olacaq.
Qiymət 8-ə 5 olan kəsirin sürətinə 8. Məxrəcinə 5 əlavə edilsə, kəsirin qiyməti 3-dəki olar. Əvvəlki kəsirin məxrəci sürəti neçə vaid böyükdür? Qiyməti 8-ə 5 olan kəsirin yəqin 8-ə 5 deyirsə, yəqin ki, nəyəsə ixtisar gedib 8-ə 5 alınıb demək istəyir də. Öz 8-ə 5 deyilmiş. Da x ixtisar gediblər. Üzərinə 8, üzərinə 5, 3-dəki. Çarpaz oranda 16x. Üzərinə gəlsin 10 bərabərdir. 15x. Üzərinə gəlsin 24. X-im oldu 4. X-im 4 imiş. Demək bu 4-ə ixtisar gedib 8-ə 5 alınıb. O zaman 8 vurulsun 4. 32-də 20 neçə vahid böyükdür? 12 fayda almış oldu axı. Baxaq görək. Nədə səhv buraxmış olarıq? Bir x sanki x-a gedir. Üzərinə 8, üzərinə 5 gəldik. 16x üstə gəlsin 10. 15x 3 dəfə 8, 24. X elədi 24-dən 10 çıxanda 14 eləyirik, bağışlayın. Demək bunlar 4-ə yox, 14-ə ixtisar gediblər. Səhvimizi anladıq. Bu zaman aldıq 70. 3 yadda 4 dəfə 8, 32 yazıq 3 yadda 112. Səhv etmiriksə. Cavabımız 42 olduğu bilinir. Niyə bilsizmi? Çıxanda elə bu 8x-dan 5x çıxanda 3x ilə fərqini istəyən qədər böyük olun. 14 dənə də 3, 42 edir. Amma yenə də bunlar da bir-birindən çıxmaq lazımdır. 112 çıxılsın 70. 42. 5 tək ədədin cəmi 215-dir. Ardıcıl deyirsə, birincisi 2n plus 1 imiş. Çünki ardıcılla cütün üzərinə tək gələndə həmişə tək alınır. 3, 5, 7, 9. 3 elədi 4, 4 elədi 5, 9, 9-dan 7 gəlir 16, 16-nın üzərinə 9 gəl 25. 10. 125'te 25 çıxdıq. 120 alındı. N də 12. Deyir, indi ki, N 12 elədi. Bəli, N 12-dirsə, bu ədədlərin arasında yerləşən cüt ədədlərin cəmini istəyir. Elə bil 24-dür. 2 N-dirsə 24-ün üzərinə bir gəlir 25. Biri 25 imiş, biri 27 imiş. Biri 29 imiş. 31 imiş. 33. Bu ikisi arasında 26, 28, 30, 32 yerləşir. 16, 6 yazdıq bir yadda. 6, 8, 10, 10. Harada səhv buraxdıq? 25 aldıq, bəli. 120-ni 10-a böldükdə 2, 4, 2, 2. 12 qaldı. 24-ün üzərinə 25, 27, 26 oldu. 28 oldu, 30 oldu, 32 oldu. 6. Son 6 ilə bitən yoxdur. 4, 6 gəlir 10, 116. Ardıcıl bir ədəddir. Cəmi 121-dir. 1, 3, 5, 7, 9. Bu elədi 10, bu elədi 10, bu da elədi 5, 10, 25. O düzdür. Ədədlərin cəmi 125-dir. 5 tək, ardıcıl tək ədəd deyir. Bu ədədlərin arasında yerləşən cüt ədədlərin cəmini tapın. 26-dır, 28-dir, 30-dur, 32-dir. Bəs bizim səhvimiz harda ola bilər? Məncə səhvimiz yoxdur. Məncə burada heç bir, yəni olsa da mexaniki səhvdir. Səhvimiz yoxdur. Yəni digərləri də məntiq sualıdır. Onu da digər hissədə izah edəcəm uşaqlar.